Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Krasn Seloda yerləşən 2 nömrəli marşrutun son dayanacağına yaxın bir ərazidə 3,7 sot torpaqda, deməli bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Belə deyim, 2 mərtəbəli də demək mümkündür. Hal-hazırda mən deməli 2-ci mərtəbədə yerləşirəm. Bax bu otağın ölçüsü ən böyük otaqdır. 5-in 8-ədir. Polu taxtadır, yəni sovet taxtasıdır, möhkəmdir. Bura isə ikinci mərtəbədə deməli 4 otaq yerləşir. Bura isə deməli qapıdan giriş hissəsidir. 3,5-in 4,5-adır. Bax təmirini, eyni zamanda otaqlar necə yerləşməyini görürsünüz. Belə bir həyət evinin qiyməti 73.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Bura isə deməli bu otağın ölçüsü 3-ün 3-ədir. Qarşıda 4-cü otaqdır. Bu otağın ölçüsü isə 2,5-in 5-ədir. Bax necə görürsünüz bu cürdə var. Sənədi çıxarışdır. Tex pasportu var. Yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. Yenidən otaqların necə yerləşməni sizə göstərirəm. Onu da deyim ki, bu ərazinin şagirdləri, yəni 13 və 36 nömrəli orta məktəblərə gedirlər. Yəni orada oxuyurlar. İndi isə bax təxminən bildiyiniz hansı ərazidir. İndi isə mən qapıdan giriş hissəsində yerləşirəm. Bax bunu ona görə deyirəm ki, məhəlləyə maşın daxil olmur. Bax necə görürsünüz bu cürdə var. Onu da deyim ki, bu ərazidə demək olar ki, evlərin çoxusu bax bu vəziyyətdədir. Yəni bundan başqa küçəsi enlidir. Asfaltdır, 10 tonluq baseynisi var, qarşıda görmək mümkündür. İndi isə mən sizə deməli torpaq sahəsinin ərazisini göstərirəm. Yəni bax onu da deyim ki, burada mən belə baxıram, yəni hamı da bu cürdür. Bağça düşmək üçün bax bu pilləkənlərdən istifadə etmək lazımdır. Qarşıda bağçasını görmək mümkündür. 3,7 sot torpaqdır. İndi isə navesin alt hissəsini, eyni zamanda evin xarici görünüşünü görmək mümkündür. Dediyim kimi qiymətin 73.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. İnsan navesin alt hissəsini göstərirəm. Bax necə görürsünüz bu cürdə var. Deməli bax bu həyət evinin aşağı tərəfindən avtozavod yoludur. Yəni 20 nömrəli marşrut işlər bura bu zonadır. Yuxarıdan isə 2 nömrəli marşrutun son dayanacağıdır. Slisimi Pitiminutkadır. Bax bura mini qladovkadır. Qarşıda isə hamamıdır. Bax hamamı gördüyünüz kimi təmirlidir. Bax belə bir həyət evinin qiyməti yenə təkrar edirəm. Deməli 73.000 manatdır. Mən bildiyimə görə qiymətində mütləq razılaşma olmalıdır. Yenidən navesin alt hissəsini görürsünüz. İndi isə 1-ci mərtəbəyə daxil oluram. Bax burada deməli otaqların sayı 3-dür. Ancaq hal-hazırda siz mətbəxini görürsünüz. Bax bura mətbəxdir. Necə görürsünüz bu cürdə var. Bundan başqa qarşıda bax qapısı bağlı olan yerdə deməli örtülü olan yerdə 3-cü belə bir mini otaqdır. Arxada olan otaq qladovka kimi eyni zamanda otaq kimi də istifadə etmək mümkündür. Bax bura deməli həmin dediyim otaqdır. Bax necə görürsünüz bu cürdə var. Belə bir həyət evinin qiyməti 73.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.